Türk mətbəxinin ləziz dadlarından olan kısır hazırlayıram. Keçid edək hazırlanmasına. İlk öncə 2 stəkan bulgurumu qabıma əlavə edirəm. Üzərinə 2 stəkan da qaynamış suyumu əlavə edirəm. Üzərinə suyu əlavə etdim. Bir 10 dəqiqə kənarda gözlədəcəm ki, gözəl şişsin. O arada içinə əlavə edəcəklərimi doğrayacağam. Soğanı kup-kup doğrayıb qarğıdalı yağında biraz qızardacağım. Soğanı tavama əlavə edirəm. 1 xörək qaşığı tomat pastası əlavə edirəm. Duz əlavə edirəm. Pul biberi əlavə edirəm. Yenidən soğanı qovururam. Qızardığım soğanı hazır olan bulgurumun üstünə əlavə edirəm. Qarışdırıram. Hər kəs kısırın içini öz damaq dadına uyğun edir. Yəni istədiyi tərəvəzləri qatır içinə. Mən də xiyar, pomidor, göy soğan bunları əlavə edəcəm. İlk öncə xiyarları doğrayıram. Yəni doğradığım xiyarları əlavə edirəm. Pomidoru əlavə edirəm qabıma. Göy soğanı əlavə edirəm. Qarışdırıram. Üzərinə nar şərabı əlavə edirəm. Buna ən gözəl dad verən elə nar şərabdır. Bol-bol əlavə edirəm. Kısırımız hazırdır.